Evimdə yeni il dekorlarını demək olar ki, tamamilə yığdım. Evim dəyişdi və sanki rahatladı. Bayramı səbirsizliklə gözlədik. Bayram təmizliyi etdik, sildik, süpürdük. Bayrama həvəslə hazırlaşdıq. Bəziləri ən sevdikləri ilə, bəziləri ailə içində, bəziləri isə nə bilim kənar bir yerdə bayramı qeyd elədilər və artıq bayramı yola saldıq. Artıq yanvarın 5-i idi. Mən düşündüm ki, yolkanı, iqruşkaları, yeni il dekorlarını evdən yığışdırım. Bəzi xanımlar var ki, yanvarın 13-ünü gözləyirlər və köhnə yeni il qeyd edib belə yığışdırırlar. Rəylərdə yazarsınız, xanımlar, siz nə vaxtı bayram yolkasını ümumiyyətlə yığmısınız, yoxsa hələ gözləyirsiniz? Mən nəsə axşam beynimə qərar verdi ki, bunu yığmalıyıq və səhər tezdən durdum və işə başladım. İlk öncə necə işə başlayıram? Mənə əminəm ki, 99% xanımlarımız da işə belə başlayırlar. Kompüteri açdım, qəşəng bir musiqi qoşdum və səs verdim və elə işimə başladım. Mütləq iş görəndə ya qulağımda nauşnik mahnılara qulaq asıram və yaxud da kompüter qoşuram, elə mahnı gedə-gedə işimi görürəm. Sanki necə işin heç gördüyünü də belə gözümə görsəndim. Evdə zalın stolu çox iridir. Yəni bağlı zamanı 2 metrdir, amma açdıqda 2 metr 40 santiyə qədər belə uzanır. Ona görə də stolumuzu yığdım, çünki ortada çox yer tutur. Biz də rəylərdə mənə xanımlar yazırlar ki, stolunuzu yuxarı tərəfdən pəncərənin önündən qoysaz, belə böyür üstə çox yaxşı olar. Xanımlar, orada videolar çəkəndə görsənmir, amma orada kompüter stolu var. Orada təəssüf ki, stolu elə qoya bilmirəm. Elə qoysam bilirəm ki, bəli, çox yer azalar, amma bir də düşünürəm ki, evdə zalda nə edirik? Futbol oynamırıq ki, bir kənarda qalır da, yəni. Bəlkə də balaca görsənir, amma yəni zalın belə də, yəni özümüzü idarə edəcək qədər var. Ona görə də elə bir kənardan həmişə qoyuram. Daha sonra əgər evi belə necə deyim, dibdən təmizləyirəmsə, mütləq divan və stulları yuyuram mən. Ayda 3 dəfə, 4 dəfə belə baxır da artıq çiklənməyinə. Və bir qabda su götürürəm, biraz vaniş əlavə elədim, yaxşıca köpürtdüm. Onunla divanın üstünü və stulların üstü, kənarlarını yaxşı-yaxşı yumağa başladım. Düzdür, stulların üstünə artıq oturacaq atıram deyə çox bulanmır. Kənardan əl tutulan yerləri batmışdı. Əməli başda onları təmiz-təmiz təmizlədim. Demək olar ki, bu videonu 2 gün ərzində çəkmişəm. Çünki birinci gün divanı və stulları qəşəng yudum. Ondan sonra səhərsi gün qurudular, daha sonra üstlərini düzəltdim və necə deyim, örtdüm və otağın abu-havasını dəyişdim. Bunlar da hamısını etdikdən sonra artıq keçirəm yolkaya. Bəzən bu yolkanı mənə biz Günəşlidə qalanda, daha doğrusu uşaqlarıma mənim birinci mərtəbədə olan qonşum hədiyyə vermişdi. Bir gün çağırdı ki, gəl, bəs uşaqlara bir şey var, onu verəcəm. Mən də düşdüm, artıq onun nəvələri böyümüşdülər. Allah ömür versin Samirə xalaya. Dedi ki, gəl, bəs deyəsən bu yolkanı Rusiyadan almışdılar. Dedi, artıq bizdə uşaqlar böyüyüblər, artıq ehtiyac yoxdur. Uşaqlara ona görə gəl, sənin uşaqların balacadır, bu yolkanı olsa bizdə qurmurlar, gəl götür verəcəm sənə. Üstündə belə Rusiyanın əvvəlki oyuncaqları var idi, şüşədən olanlar. Onlar da hamısını verdi mənə ki, bunlar da götür, get evində qurarsan. Gətirdim, qəşəng həvəslə yudum. Bizim evimizdə ona qədər 1 metr, 1 metr 20 santimetr falan yolkalar olublar, amma bu 2 metrdən çox belə yolkamız olmamışdı. Hardasa artıq 6-7 ildə o yolka bizdədir. Amma qeyd edeyim ki, bu illərdəki kimi yolkanı bəyəndiyim hələ bir ilimiz olmamışdı. Həmişə köhnə oyuncaqları düzürdüm, amma bu il sırf iqruşkaların hamısını yeni almışıq. Hamısı üstündəkilər yenidir. Nə bilim, işıqları falan. Onlar da hamısını qəşəng səliqə ilə korobkaya yığdım və divanın altına qoydum. Yolkanın özünü isə baldızımgilə apardım və orada mansara qoydum ki, gələn inşallah götürərik. Çünki balkona qoyuram və üzərinə klyonka belə çəksəm də yenə də tozlanır, yaman günə qalır. Ona görə də axşam-axşam apardıq onu, baldızımgilə qoyduq, gəldik. Yeni ilə aid demək olar ki, hər şeyi yığışdırdım. Bir dənə pərdənin üstündəki yağış damcıları qaldı. Onlar da düşünürəm ki, artıq Novruz bayramı gəlir. Qoy onda da yandıraram, daha sonra götürərəm. Və budur, artıq səhər açılıb, divanım da, stullarım da quruyublar. Və stolu lap evin baş tərəfinə apardım. Orada bir dənə başqa süfrəm vardı, ağ süfrə. Onu da üzərinə saldım. Mən ümumiyyətlə ev işi görəndə tələsmirəm. Düzdür, burada videonu sürətə qoymuşam, amma tələsmirəm. Ev işi görmək, səliqə səhman yaratmaq sanki mənim üçün bir terapiyadır. Sanki belə ruhum dincəlir. Ev eşiyin abu-havası dəyişdikcə, necə deyim, havası belə dəyişiklik, evin belə abu-havasını dəyişir.
çox xoş gəlir. Sizə ümumiyyətlə xoş gəlir belə təmizlik videoları. Mən şəxsən bu kanalı açmamışdan qabaq belə videolara çox baxırdım. O qədər baxdım ki, artıq özüm də ruhlandım ki, mütləq mənim də kiçik də olsa belə bir kanalım olacaq. Əvvəlcə həvəslə yanaşdığım bu şeyi həqiqətən bu günlər artıq bir iş kimi görürəm ki, yox da. Çünki sağ olsun rəylərdə xanımlar yazırlar ki, uzun videolar çəkin, uzun vloqlar çəkin, çox istəyirik görmək. Bu məni daha da həvəsləndirir. Siz də rəylərdə qeyd edərsiniz, görüm sizin xoşunuza gəlir. Hə, deməli harda qalmışdım? Stola aparmışdım baş tərəfə və onun süfrəsini dəyişmişdim. Amma sonradan gördüm ki, yox, heç xoşuma gəlmir. Təzədən yenə köhnə süfrəsini onu qaytarıb belə maloçnu rəngdə təzədən üzərinə salacağam. Burada da yeni ilə aid olan divan yastıqlarını da götürmüşdüm onları. Onları yudum, onları da yığışdırdım. Divanımızın köhnə öz yastıqları var idi. Amma bilirsiniz ki, qızılı rəngləri getmişdi onların. Qara rəngdə idilər. Bu divanın üstünə vurduğum qızılı kantı qonşuma verdim. Yastıqlarını da üzərinə qəşəngcə tikdi. Demək ki, yastıqlarım da yeniləndi. Divanın sanki belə necə deyim, görünüşü dəyişdi. Divan da öz-özünə şokdadır ki, ay Allah, mənə şükür ki, yenilədilər bunlar. Və onları da üstünə qoydum. Köhnələri də demək olar ki, götürdüm hamısını. Köhnə deyil, daha da təzə idilər onlar. Və burada qəşəng stolumun da üstünü düzəltdim. Bir də Temudan yapay zəka, yapay çiçəklər vurmuşam. Onlar da hardasa bir həftəyə gəlmədilər. Onlar da səbirsizlə gözləyirəm. Çünki stolumun üstündəki buğdaları Luna o qədər gedib gəlib ya yerə salıb, ya onlarla oynayıb, ona görə də azalıblar. Burada artıq keçirəm toz soranlamağa. Evi qəşəng-qəşəng toz soranladım. Hər tərəfini dibdən, bucaqdan, onsa divanı o tərəfə bu tərəfə çəkəndə videoda görsəndiyi kimi altın toz soranlayıram, silirəm və yenidən yerinə qoyuram. Onsuz da mənim divanımın ayaqları var deyə, yəni mənə elə şey problem olmur. Ev eşiyi toz soranladıqca, sildikcə, otağın abu-havası dəyişdikcə sanki özümə də bir başqa cür xoş olur. Bilirəm ki, xalçam rəngi heç zala bizdə uyğun deyil, heç uyğun getmir. Ona görə də hələ ki onu dəyişmək bir, necə deyim, o ehtimal belə yoxdur. Çünki videoda da göründüyü kimi hələ otağıma lüstr almalıyam. Daha sonra alınacaq bir neçə şeylər var ev üçün. Ona görə hələ o belə necə deyim, sual altındadır. Amma o günlər bir xanım rəylərdə mənə yazdı ki, siz xalçanı dəyişməyə ehtiyac yoxdur. Xalça üzlükləri satırlar trend yolda. Ondan alıb vursaz çox qəşəng görsənəcək. 2-3 gündə artıq bu haqda maraqlanıram ki, doğrudan da beynimə batdı ki, ondan sonra üzlükdənsə elə bir dənə qəşəng maloçnu rəngdə, yəni zalıma gedəcək rəngdə üzlük alıb və üstünə keçirəcəm. Həm də bizim zalda olan xalçamız belə necə deyim, yüngür xalça deyildi. Əsl yundan belə tüklü xalçadır. O da ucuz alınmamışdı. Bizə hədiyyə olmuşdu, amma ucuz alınmamışdı. Ona görə də fikirləşdim ki, onu yəni kiməsə verməyə də əlim gəlməz, dəyişməyə də, amma təbii ki, imkan olan yerdə amma alınacaq siyahısında hələ o lap öndə olmadığına görə elə düşünürəm ki, İnşallah ki, Allah bir dənə qismət eləsin. Trend yoldan bir üzlük alacağım və onun üzünə keçirəcəm. Artıq seçmişəm də. Sadəcə gözləyirəm ki, bunu nə vaxt vura bilərəm. Onu da əgər üzlüyünü taxsam, mənə elə gəlir ki, çox super görsənəcək. Zalım demək olar ki, tamamlamış. Bir dənə də lüstr alsaq, demək olar ki, bəsdir. Vəssalam, bugünlük isə məndən bu qədər. Sizinlə birlikdə yeni il dekorlarını yığdıq, evimizi bəzədik. Deyin görüm, xoşunuza gəldimi? Nələr xoşunuza gəldi və nələr gəlmədi? Rəylərdə yazsaz, bildirsəz mənim üçün çox xoş olar. Bəyəndinizsə kanalıma abunə olun və rəylər yazın. Hələlik.